4 gün önce noyabrın 23'ünde Goranboy rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsinin döşəməsinin çökməsi haqqında xəbər vermişdik. Noyabrın 26-sı təxminən saat 21:45 radələrində sözü gedən yaşayış binasının çökmə baş verən bloku tamamilə uçub. Bina sakinləri ilk çökmə baş verən günü binadan köçürüldüyündən ikinci hadisə zamanı hər hansı xəsarət, tələfat qeydə alınmayıb. Hadisə baş verən Cəfər Cabbarlı 4 ünvanına rayon icra hakimiyyətinin başçısı, digər qurumların əməkdaşları gəlib. 23 noyabr səhər saatlarında Cəfər Cabbarlı küçəsindəki binanın 60 mənzilli, 5 mərtəbəli, 6 bloklu binanın 4-cü blokunun birinci mərtəbəsində çökmə baş vermişdir və bina dərhal insanlar təxliyə olunmuşdur və binanın insanları təxliyə olunmuş, onlar artıq kirayə evlərlə təmin olunmuş və hal-hazırda isə həmin təxliyə olunmuş bina, heç kim yaşamadığı binada o qəzalı blokda çökmə baş vermiş. Binanın həmin bloku tamamilə çökmüşdür. Allah'a şükür ki, heç bir qəza itki yoxdur. Vəziyyət tam nəzarətdədir. Rayonumuzun bütün aidiyyatı qurumları hadisə yerindədir və ümumi vəziyyət nəzarətdədir. Bu bina ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdur, Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Artıq yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub. Bina tamamilə qəzalı vəziyyətindədir və yeni binanın tikintisi ilə bağlı da artıq geoloqlar, topoqraflar rayonda fəaliyyətə başlamışlar. Elə binanın öz yerində, yəni ona ərazisi tam təmizlədikdən sonra yeni bir yaşayış kompleksinin tikintisi və qonşuluqda olan digər binada onda qəzalı vəziyyəti müəyyənləşdirilmişdir. O binanın da bununla birlikdə ümumilikdə 76 mənzilli bir yaşayış kompleksinin tikintisi üçün artıq işə başlanılmışdır. 21-30 radələrində biz də binanın ətrafında idik. Burada bütün rayonun bütün rəhbər şəxsləri ilə artıq binada səslər gəlirdi. Pilləkən qəfəsələrində müəyyən çökmələr, qopmalar baş verdi. Binanın fasadında qopmalar baş verirdi. 21-45 radələrində demək olar ki, o qəzalı blok tamamilə çöktü və dərhal ərazi bütöv mühafizə olunur. Burada rayonun polis orqanları və digər qurumlar, Fövqəladə Hallar Nazirliyinin qurumları öz xidmətlərini aparırlar. Hər şey nəzarətdədir, heç bir narahatçılıq yoxdur. Qeyd eləyək ki, qəzalı binanın yerləşdiyi Cəfər Cabbarlı küçəsində polis postları qurulub və insanların təhlükəsizliyi tam təmin edilir. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Goranboy.